Salam əziz Sport Info izləyiciləri. Mən Aykan Mustafayeva yeni xəbər bloku ilə qarşınızdayım. Premyer Liqanın son çempionu olan Sabahın yeni transfer hədəfləri bilinib. İlk dəfə Çempionlar Liqasında mübarizə aparan Masazır klubu 2 mövqeyə yeni oyunçu almağı planlaşdırır. Valdas Dambrauskas-ın gücləndirmək istədiyi zonalar müdafiənin mərkəzi və hücumdur. Baş məşqçi rəhbərliyin ona təqdim etdiyi siyahı əsasında seçim edib. Litvalı mütəxəssisin bəyəndiyi legionerlərlə hazırda danışıqlar gedir. Bayquşlar bu yay 6 nəfərlə güclənib. Qarabağ heyətini Bosniya və Hersegovina milisinin müdafiəçisi Nihat Mujakic ilə gücləndirməyə hazırlaşmasına dair iddia yayılıb. Bu xəbər Serbiya mətbuatına məxsusdur. Ağdam təmsilçisinin 27 yaşlı futbolçunun transferi ilə bağlı Partizanla razılığa gəldiyi bildirilib. Mujakic son mövsümü icarə əsasında Türkiyədə keçirib. O əvvəlcə Eyüpspor, daha sonra Gaziantep'in formasını geyinsə də, hər iki klub müdafiəçinin transfer hüquqlarını almaqdan imtina edib. Bunun ardından o yenidən Partizana qayıdıb. Mərkəz müdafiəçisi 2024-cü ildə Ankara Gücüdən Partizana transfer olunub. Belqrad təmsilçisinin heyətində ümumilikdə 34 rəsmi oyuna çıxıb və bir məhsuldar ötürməklə yadda qalıb. Mujakic karyerası ərzində Bosniyanın Sarajevo, Belçikanın Kortrijk və Beverin, Xorvatiyanın Hajduk, Türkiyənin Ankara Gücü, Eyüpspor və Gaziantep klublarında çıxış edib. Bosniya və Hersegovina milisinin də formasını geyinir. Saytımızın əldə etdiyi məlumata görə Balkanlı legioner Qarabağa təklif olunanlar arasındadır. İrəli sürülən şərtlər münasibdir. Sadəcə köhlən atlar bir qədər ehtiyatlı mövqe tutub. Keçidin reallaşmaq ehtimalı hazırda 50%-dir. Ağdam təmsilçisi hazırda digər namizədləri də gözdən keçirir. Djoko Verdaşka Kəpəz rəsmilərinin təklifini geri çevirib. Müdafiəçi ilə ötən mövsüm başa çatandan bir qədər sonra yeni 2 illik müqavilə imzalanıb. Köhnə rəhbərlik Portuqaliyalı legionerlə aylıq $9.000 qarşılığında razılaşıb. Bu da hazırki maaş büdcəsi üçün yüksək rəqəmdir. Kapitana yolların ayrılması təklif edilib ki, yerinə daha münasib qiymətə başqa əcnəbi alınsın. Amma 29 yaşlı əcnəbi istəyi geri çevirib. Heç müzakirə belə aparmayıb. Bizi izləməyə davam edin. Xəbərin birinci ünvanı Sport Info'dur. Qismət olsa mütləq görüşəcəyik. Hələlik.